Allahın salamı və bərəkəti üzərinizə olsun. Bir günləri qoca Fatma arvadla Hüseynbala dayı evdə oturub söhbət edirdilər. Birdən görürlər ki, tok 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 qapı döyüldü. Hüseynbala dayı Fatma arvada deyir ki, arvad, dur get qapını aç görək kimdir. Arvad birtəhər qalxır ayağa, gedir qapını açır. Görür ki, içəri bir nəfər daxil oldu. Deyir, salam aleyküm, mənim adım Əzraildir. Fatma arvad soruşur ki, nədir sənin adın? Deyir, mənim adım Əzraildir. Bəs sənin adın nədir? Deyir, mənim adım Fatmadır. Elə bu dəm Əzraili ağlamaq tutur. Bunu görən Hüseynbala dayı tez Əzraildən soruşur ki, ay Əzrail qardaş, sənə nə oldu, niyə ağlayırsan? Deyir, demə, mənim cicimin də adı Fatmadır. Gəlmişdim bu arvadın canını almağa, daha alası olmadım. Bunu eşidən Hüseynbala dayının başına elə bir daş düşür. Deyir, aya, arvad çıxdı aradan. Deyir, bəs sənin adın nədir? Deyir, mənim adım Hüseynbaladır, amma kətdə mənə Fatma deyə çağırırlar. İndi qorxu köpəyoğlu şeydir. Hüseynbala da nə istəyir ki, özü Fatma adı ilə sıraya Əzraildən canı qutara. Diqqətinizə görə çox sağ olun, minnətdaram.